Xalqımızın azadlığı mübarizəsi tarixinə altın hərflərlə yazılmış, şanlı qəhrəmanlıq sayıqlarına olan 20 Ocaq faciəsindən 36 il ötür. 36 il əvvəl doğma yurdunun xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uzaq tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 20 Ocaq 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Məlum olduğu gibi, keçmiş Sovetlər Birliğinin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Ocaq faciəsi Azərbaycanın bağımsızlıq mücadiləsinə qarşı cəhd edilən bir darbe idi. Ebediyen susturamamıştı. 20 Yanvar gecesi Bakü'de karanfiller kana bulansa da o kan Azerbaycan'ın bağımsızlık yolunu mühürleyen bir bedel olmuştur. Bu yönüyle 20 Yanvar